Bildiyiniz kimi adım Elvindir, şairəm. Stand-upda ən böyük uğurum Elzanı mənə ikinci dəfə təqdim eləməkdir. Mən ilk çıxışımda adlarla bağlı danışmışdım, məni qınadılar ki, sən adlara çox ilişdin, amma həqiqətən də adların insan taleyində böyük rolu var. Ad var, brenddir. Yəni, istər-istəməz sehrinə düşürsən. Məsələn, Cristiano Ronaldo. Bir dənə ada baxın, Cristiano. Adın özü fırlanıb qapıya girir. Cristiano Ronaldo deyəndə adam əgər üstündə varsa 120 milyon verərsən. Amma bizdə nə cürdür? Məsələn, futbolçu adları var bizdə. Emin Dərgahquliyev, Ərdəyim Niftəliyev. Adam istəyir siqaret dalınca göndərsin. Özdə gedəndə deyərsən ki, bunun bozu da var, göyünü al, mən göyünü seçirim. Yəni, belə adlar var. Mən bunu qısa giriş kimi elədim ki, yəni doğrudan da bizim sənətkar, ciddi sənət sahibləri var ki, adlar onların qarşısında mane olub. Elə Elçin Dərgahquliyevin qarşısında mane duranlardan biri də onun adı olubdur. Mən bu faktı bilirəm, ona görə. Futbolçu qardaşımız Mahir də buradadır, onu da salamlayıram. Keçin mən ilk stand-upımda danışdığım babamla. Mənim bir söyüş söyləyən babam vardı və onu sizə təqdim eləmişdim mən. Gözünüz aydın olsun, babam yığdı məni. Xeylə danışdıq. Dedi, sənin ora çıxmağında əməyi olan, sənin ora... Dedi, sənin ora çıxmağında təşəbbüs göstərən, əməyi olan, əziyyət çəkən hamıya salam deyir. Bir də operatorun kamerasını kart salıb çıxartdığı yer haqqında maraqlı təşəbbüsü irəli sürdü. Dedim, onluq bir şey yoxdur da, nə danışmışam, mən danışmışam, mənim ağzımdan çıxıb. Dedi, onda mikrofonla ağzına qədər olan məsafəni ölç, mənə göndər. Dedim, olmadı. Konturumda qutarır, dedim, konturum qutarır. Birazdan yığaram. Sənə dedilər, bir dəqiqə saxla ki, səni o kuruplu götürən, o ortada gəzən, deyəndə kontur qutardı. Şükür elədim ki, kontur qutardı da burada. Birinci dəfədə Allah üzümə baxırdı ki, kontur qutardı. Gəldi yerə bir vəziyyətə çıxdıq ki, mən oturdum, fikirləşdim ki, görəsən babamın aqressiyasının səbəbi nədir? Mesaj gəldi mənə WhatsApp-dan, dedilər, nə oldu, ölçdün? Göndərdi, gözləyirəm axı. Oturdum, fikirləşdim, görəsən babamın aqressiyasının səbəbi nədir? Mən belə bir fakt tapdım bu 2 həftə ərzində. Bizim lüğət tərkibimizdə sinonimlərin sayı azdır. Babam fikrini ifadə edə bilmirmiş. Məsələn, ingilislərdə faktdır bu. İngilislərdə asılan pərdənin hər dalğasının, o yuxarı hissəsi, hər dalğasının özünün adı var. Misal üçün, məsələn, bir ingilis yoldaşına deyəndə fix the curtain rail, belə deyəndə o bilir ki, konkret hansı dalğanı gelib düzəltməlidir. Bizdə, məsələn, biraz o tərəfə, biraz aşağı, biraz yuxarıda, əsəbəşirsən, qalxırsan, özünü düzəlsən, aləm dəyər bir-birinə. Ərəblərdə atın 4 ayağının 4-ünün də adı var. Məsələn, bir ərəb nəvəsini buyuranda deyirsə, əl əhbəbi düzəlt, gedib orasını, burasını qurdalamır. Gedib konkret, arxa ayağını düzəldir, gəlir. Mən baxdım ki, mənim babamda bu söz çatışmamazlığı var. Yəni, sinonimlər tapa bilmir və problem yaranır. Məsələ buradaymış. Məsələ buradadır, ad problemi yaranandan sonra babam baxdım ki, aqressiyasını yığışdıra bilmir. Bizdə amma məsələ nə cürdür? 4 dənə adı birləşib bir dənə adla eləyir. Məsələn, biz evdə 4 uşaq idik, babam ay eşyəyin dalayıq deyəndə bilirdim söhbət məndən gedir. Bir də mənim balaca qardaşım var buradadır, ona da düdəmək deyirdi. Arada xətrimə dəydi, fikirləşirdim, görürsən, düdəmək yaxşıdır, yoxsa eşyəyin dalayıq. Belə bir dənə, deyirdim, bəlkə onu çox istəyir, ona düdəmək deyir. Fikirləşdim buradan babanın dərdi, özüm də qalmışam Bakıda təkəm, özümə bir çevrə tapmalıyam, quruq tapmalıyam. Gəldim, bir dənə quruğa düşdüm. Deməli, bu quruqda vəziyyət nətərdir? Oturursan, bütün günü səhərdən axşama qədər ancaq maşından danışırlar, maşın səsi çıxardırlar. Maşından danışırlar, maşın səsi çıxardırlar. Oturduğumuz kabinetdən yanıq təkər iyi gəlir. O qədər maşın səsi çıxardırlar bunlar. Bir dənə uşaq vardı, X6-nın səsini X6-nın özündən yaxşı çıxardırdı. Akif vardı, danışmırdı. Ümumiyyətlə, deyirdim, niyə danışmır? Deyir, onda diz yerdi, utanır, danışa bilmir. Bir dəfə gəldi Akifcə, mən Babək prospektindən çıxdım, indi uşaqlara danışır. Çıxdım, qaqaş, pavorota girdim, bir də elə, uşaqlar dedi buna ki, bir də elə, eləyəni dedi, sən get Raspidvanın daçikini dəyiş. Bunun səsindən bilirdilər, vəziyyət nədir.
Bunun səsindən bilir ki, vəziyyət. Mənim də ümumiyyətlə maşından heç vaxt başım çıxmayıb da. Mən bilməmişəm ki, Svetsa niyə istadır. O qədər ümumiyyətlə maşın terminlərindən də başım çıxmır. Maşın terminlərindən də başım çıxmadığına görə bir dəfə dayım gəldi, bizi həyətdə saxladı maşınla. Biz də arvad uşaq gəlmişik, maşını saxladı, dedi siz bir dənə qalxın evə, mən də razılıq edeyim gəlirəm. Mən də bildim dayımın vərdişi var, arvad uşağın yanında utanır. Gedir qarajların arasına belə razılıq təpi atır gəlir. Elə bildim, dayım belə bir vərdişi var, təpi atır gəlir, gizlədir bizdən. Sonradan bildim ki, razılıq gedib fırlanıb qayıtmaqdır. Yəni bu dərəcədə mənim başım çıxmırdı. Elə oldu bu kuruqdan da mən uzaqlaşdım maşın söhbətlərindən. Niyə? Çünki biləndə ki, bunların maşını yoxdur, çıxartdım maşının səslərinə heyfim gəldi. Elə gəlib çıxmışdı, evdə ayaqqabını parkovka edirdim. Yəni, deyirdim ki, əgər mən bu kuruqda maşın səsi çıxarda bilməsəm, bir həftə qıracaqlar. Amma uzaqlaşdım bu kuruqdan, gəldim bir dənə növbəti bir dənə çevrəyə düşdüm. Bu çevrədə də nə danışıram, sözümü kəsilir. İstəyirəm ağzımı açsam, danışma deyir, söz və qüvvət temanı dəyişir. Deyirəm, qardaş, filan şey deyir, sən onu deyirsən, girdi başqa söhbətə. Burada da fərqli. Hələ təsəvvür elə, gör nə deyir qardaşım, burada temalar var idi. Mən bir həftədir ürəyimdə qalıb söhbəti danışıb qutara bilmirəm. Bölüm danışıram, biraz buradan, biraz səhər, biraz oradan, belə düzüb qoşuram, deyirəm, bir həftə ərzində mən nə demək istədim, fikrimi başa düşdünüz. Belə bir vəziyyət yaranıb, gəldim axısı Gürcüstana gedəsiyəm, gəldim deyəm ki, mən Gürcüstana gedirəm uşaqlar, sizə gələndə nə gətirim? Bu fikri çatdırmaq üçün mən bir moment tapıb girməliydim. Sözümü açdım ki, uşaqlar, mən Gürcüstana getmək istəyirəm. Biri qayıt ki, söz və qüvvət, o gün Quba yolundan gəlirəm, alıma da yığmışam qəşəng konkret. O birisi də bunun sözünü kəsdi. Sən hələ təsəvvür elə, Bakı-Qazax yolunda polis məni saxlamışdı axı. Bir dənəsi çıxdı, bunun sözünü kəsdi. Sən onu deyirsən, uşaq polis maşın almışam, qırıq-qırıq olub. Tema fırlandı, qayıtdı mənim özümə, Artyomda Sveji kütünün qiymətləri kimi. Mən indi tapmalıyam diyor, Artyomda Sveji kütünün qiymətləri nədir? Bir də ayıldım ki, mən burada söhbətə girməsəm, bir kuruq gəlin gözləyəsi olacam, balıqdan da başım çıxmır. Elə qayıtdım ki, sözünüzə qüvvət Gürcüstanda kütümün qiyməti 12 manatdır. Oradan da bir dənə giriş verdim, sözünüzə qüvvət Gürcüstan söhbətini qutardım, bağladım bunlarla, gördüm, yox, qardaş, bunlar söz kəsəndirlər konkret. Bir dənə uşaq var idi, kök, combul belə şirin uşaq idi, Kamran Kubinka kimi, belə sarı oğlan idi. Bu da sözümüzü balla kəsildi, heç kəs incimirdi bundan. Mən qərar verdim ki, çıxın bu kuruqdan. Axırsı bu kuruqdan çıxmaq qərarı verəndə, bir də gördüm, bir dənə qaqaş gəldi, kuruqa girdi. Dedim, qoy bir-iki gündə bununla oturaq, görək, bu nə göstərir. Qaqaş kuruqa girdi, bunun da bir dənə qəlbə xəstəliyi var idi. Yaddaş problemi var idi. Danışırdı, söhbətin ortasında deyirdi, adını sən de. Adını sən de. Belə bir dənə xəssiyyəti var idi. Sən de, adı nə idi? Belə bir dənə xəssiyyəti var idi. Danışdı, buna da kuruqda bir dənə qulaq asam mənəm. Başladı söhbəti danışmağa. Dedi, keçən dəfə xalam qızının toydu. Elə bir xalam qızını götürüb gəlirəm. Söhbət yadından çıxdı. Söndü mənə ki, adını səndir. Dedim, oğlum, mən nə deyim, Firuzə nətərdir, gedək. Dedim, Firuzə nətərdir, gedək. Qayıt ki, hə, yadıma düşdü, başladı söhbət qutardı. Sonra söhbət qutarından sonra çatıb buna ki, mən nə deyirəm. Çəkdi qırağa ki, qardaş, mənim xalam qızını aradan tanıyırsan. Yekə qırğın söhbət, bir nəfər gəlib orada nə sözümə qüvvət verdi, dalaşdıq biz orada. Nə sözümüzü kəsdi, nə demədə, hələ sən təsəvvür elə. Mənim də həmin kuruqla məsələn belə qutardı. Getdim özümə növbəti çevrə tapım, onlarla oturub durum. Bu növbəti çevrəmdəki uşaqlar asartı idi. Biri o qədər dəqiqlik xəstəsi idi. Dəqiqdir adam. Yəni nə danışır, gərək konkret rəqəmlə danışır. Deyir ki, 20 il bundan qabaq bir dənə bunu istədiyi qız olub məktəb vaxtı. Belə danışır. Deyir, 20 il bundan qabaq bir dənə istədiyim qız vardı. Demək, Allaha hamd olsun, çıxırdım deyir məktəbin qabağında, 3 addım atmırdım. Elə gelirdim məktəbin düz tinində belə durmuşam, hər şey dəqiq danışır. Deyir, söz də vaxtını çəkər, olar yanvar ayının 23, yo, əstəğfurullah 24-dür. Belə adamdır bu. Əsgərliyindən danışır, deyir, durmuşam əsgərlikdə, plasın qabağında, buşlar zad açıq, komandir mənə çağırdı. Dedim, nə deyirsiniz, komandir? Komandir mənə çağırdı, komandirin oradan biraz atışdım. Komandirin də adı nə idi, ay Allah? Balaca belə, bığlı belə. Hə, indi 20 dəqiqə alt fikirləşir ki, dəqiq desin bizə. Yığdı əsgər yoldaşlar, Talibov nə var, nə yox? Canım var, hə, çumom olub. Özə belə çəkir qara, deyir, çumom olub. Talibov nə var, toy zad eləyərsən, xəbərimiz olmaz. O yazma gəlib bir dənə tema var idi, mənim komandirlə söhbət. Balaca boy bığ. Onun adı nə idi?
Aydınov. Əlini də uzadır, Aydınov elə deyir ki, biz elə bir zametkada gözlürük ki, bu dəqiqləşdirsin. Dəqiqləşdirsin, biz qeyd edirik. Yəni, sən orada Cəbrayilov da desən oturur, Məmmədov da desən oturur da, heç kəs səni araşdıran deyil. Bu qurğuda bir nəfər də var idi, ideya verirdi. Ancaq fikrinizdir ki, adamlara ideya verməkdir. Gəldim, bu neyinir? Gəldim, dedim, inşallah mən çayxana açmaq istəyirəm. Elə oturuq, onsuz da hər gün pul veririk də, gedək özümüz açaq. Dedi, aç ya qaqaş, amma belə elə də, sən oraya 2 dənə qız qoy, partlat. Özünü də ortalıqda fırlan. Bu adamın marketoloji baxışı budur. Yəni, marketing nəzəriyyəsini puç edib. Deyir ki, 2 dənə qız qoy, partlat. Deyir, getdim bir dənə ətir dükanı açdım. Ətir dükanında gəldi, məndən ətir aldı. Qayıtdı, qaqaş, sən özünü niyə işləyirsən? Dedim, mən neyniyim? Dedi, 2 dənə qız qoy, partlat. Özünü də burada fırlan da. Bu adam bilirsiniz kimdir? Bir dəfə də dostuma yaxınlaşdı, deyir ki, sən neçə vaxt evlisən, uşaq zad yoxdur? Dedi, var ya, bir dənə oğlum var. Sən 2 dənə qız qoy, partlat da. Bu belə adamdır. Yəni, hər şey 2 dənə qız qoy, partlatla ölçür də. Buna Üsame Bin Laden yıxsaydı ki, qardaş, neyniyək? Bu deyəcək 2 dənə qız qoy, partlat da, yəni. Elə oldu bu qurğudan da çıxası oldum. İndi növbəti qurğudayam, növbəti qurğunun uşaqları da buradadır. Sizdən də sonra danışacağım. Təşəkkür edirəm hər birinizə, sağ olun.